Dövlət Dəniz və Liman Agentliyi gəmilərin hərəkətini idarə etmə mərkəzi fırtınalı hava şəraiti ilə bağlı olaraq xəbərdarlıq edib və bununla bağlı bizə ətraflı məlumatı agentliyin mətbuat katibi Pərvanə İmanova məlumat verəcəkdir. Buyurun, söz sizdədir. Hər vaxtınız xeyir. Hal-hazırda paytaxt ərazisində hökm sürən qeyri-sabit hava şəraiti fevralın 5-i səhər saatlarına kimi davam edəcək və Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi arabir açıq dənizdə 32-34 metr saniyəyə kimi yüksələcəyi gözlənilir. Dalğanın isə 5-7 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə agentliyin gəmi hərəkəti idarə edilməsi mərkəzinin mütəxəssisləri hər zaman olduğu kimi fasiləsiz xidmət həyata keçirdirlər və məlumata əsasən bütün limanlara giriş-çıxış məhdudiyyəti qoyulub, yerli və xarici bayraq altında üzən bütün gəmilər lövbər rayonlarına və sığınacaqlarına yerləşdirilib və mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və hərəkətin nizamlanmasını təmin edəcəklər. Təşəkkür edirəm. Bizim buradan çatdıracağımız bu qədər. Növbəti efirlərimizdə isə hava şəraiti ilə bağlı olaraq digər qurumların deməli xəbərdarlıqlarını diqqətinizə çatdıracağıq. Buyurun, söz sizdədir.